Vüsal müəllimi tanıyırıq. Bax, mən Məhərrəm Misir Çərkəzoğlu. Daşkəsən rayonunun Quşçu kəndində məskunlaşmışıq. Kəlbəcər sakini, Kəlbəcər rayon Yerlicə sakini. Anamla bir yerdəyik. 5 ailə üzvümüz var. Qeydiyyata da aldırmışıq ilk günlərdən. Qaşınkomuna qeydiyyatda anamın adıdır. Biz onun üstə gedirik. Bax, bizim yaşayış vəziyyətimiz bax budur. Görürsünüz, tifar yox, heç nə yox. Bax, tol deyilən şey var, o şirkətdə olur. Məcbur qalıb bax, bunlardan belə bağlamışıq. Yenə yağış yağan, yağış içəri dolur, evə qavlar tutulur. Biz xahiş edirik. Bizim bu müraciətimizi Cənab Prezident Allah qorusun, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı, hamısının qarşısında baş əyirəm. Qaşınkomun sədrinə də təşəkkür edirəm, sağ olsun. Çünki ev olmayan ailələri evdən Cənab Prezidentimizin göstəriş əsasında təmin edirlər. Mən xahiş edirəm, bizim bu müraciətimizi Cənab Prezidentimizə, aidiyyatı olan orqanlara çatdırasınız. Biz də evdən təmin olmağımıza köməklik eləyəsiniz. Sel gəlir, bax, üstdən döşdür. Bu da, bax, bura yuxarı döş. Yenicə sel gələndə, buradan sel basır, olur buradan evlərimizə. Evə bir göz evdir. Bax, bu da bizim yaşayışımızdır. Girdik buradan kuxnudur. Bu vəziyyətdədir. Bax, bu vəziyyətdədir. Onda bura bir göz evdir. Yaşayışımız çətin durumdadır. Biz xahiş edirik ki, yenə deyirəm, bizim bu müraciətimizi anam Məhərrəm Şərəbani Ors qızı adından, öz adımdan Məhərrəm Misir Çərkəzoğlu adından, ailəmiz adından Cənab Prezidentimizə müraciət edirik. Sizlərə ki, bizim aidiyyatı olan orqanlara yenə deyirəm. Qaşınkomu sədri Rövşən Rzayev cənablarına, aidiyyatı orqanlara, Cənab Prezidentə çatdırasınız. Bizim evlə Qarabağ zonasından Kəlbəcər olsun, Ağdərə olsun fərq eləmir. Bizi evlə təmin olmağımıza köməklik eləyəsiniz. Bir daha sağ olun, təşəkkür edirəm.